Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Salam əziz izləyicilər, növbəti canlıda xoş gördük. Bugün may ayının 5-i 2026-cı il. Bir qədər adəti üzrə canlını biz bugün tez başladıq və sizə dünən söz verdiyim kimi bugün biz əsasən iki mövzu ətrafında danışacağıq. Birinci mövzu Azərbaycanda boşanma hallarının artması ilə bağlı məsələdir. İkinci mövzu da son günlər İran ittiham olunur ki, İran müsəlman ölkələri ilə savaş aparır, ancaq müsəlman ölkələrini vurur və s. Bu günlərdə xüsusən dünən may ayının 4-dən ən çox Azərbaycan mediasında bu məlumat yayılıb ki, güya dünən İran Birləşmiş Ərəb Əmirliyinə, Dubay şəhərinə dronlarla və raketlərlə hücum edib, orada müəyyən yanğın hadisələri baş verib, ölən və yaralananlar var və s. kimi demək olar ki, dezinformasiyalar müzakirə edilir və hətta bu dezinformasiyalar üzərindən ekspertlər dəvət edirlər, onlar müəyyən təhlillər aparırlar. Bu barədə danışacağıq və bu xəbərdən yola çıxaraq əslində İran müsəlman ölkələri ilə savaşır, müsəlman ölkələrinə bomba yağdırır kimi iddialara da bugün biz çalışacağıq cavab verək. Bunun üçün deməli sizdən həmişə olduğu kimi yenə də YouTube qaydalarını xatırladıram. Əziz izləyicilər, bilirsiniz ki, YouTube'un qaydaları belədir ki, canlı nə qədər çox bəyənmə olarsa, o qədər deməli çox izləyicinin qarşısına çıxacaq bu proqramlar. Ona görə də zəhmət olmasa bəyənmələri artırın və eyni zamanda deməli Cavid Cabbarlı YouTube səhifəsini, YouTube kanalını əgər bu zamana qədər bəyənməmişsinizsə, daha doğrusu abunə olmamışsınızsa, zəhmət olmasa abunə olun və paylaşın və yorumları da unutmayın. Beləliklə səslə bağlı əgər deməli izləyicilər, canlıda olan izləyicilər məni eşidirlərsə, zəhmət olmasa səslə bağlı bir məlumat verərdiniz, mənim səsim necə gəlir, sonra bizdə səs yaxşıdır qeyd olunub, təşəkkür edirəm. Bəli. Hər halda təşəkkür edirəm və xahiş edirəm deməli yorum hissəsində, canlının chat hissəsində canlıya gedən söhbətlərə uyğun münasibət bildirin, uyğunsuz mövqe sərgiləməyin. Əzizlər, beləliklə biz bugün əvvəlcə ondan başlayaq ki, bu günlər, yəni dünən may ayının 4-də güya İran İslam İnqilabı, İslam Respublikası Birləşmiş Ərəb Əmirliyinə dron hücumlarını etməsi ilə bağlı informasiyalar yayılır və hətta bu məlumatlara, bu hadisələrə Pakistan Baş naziri Şahbaz Şərif, eyni zamanda Kanada Baş naziri deməli münasibət bildirib. Onlar açıq şəkildə Pakistan bu məsələdə artıq Birləşmiş Ərəb Əmirliyini dəstəklədiyini bildirib və Kanadadan da təqribən eyni mətndə bir açıqlama gəlib. Digər bəzi Avropa ölkələrindən də, xüsusən biz
Almaniyanı göstərə bilərik. Bu hadisə ilə bağlı deməli bəzi açıqlamalar qeyd olunur. Amma məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, İran bu hücumu təsdiq etmir və rədd etmir. İran bu hücumla bağlı öz sakitliyini qoruyur, heç bir mövqe bildirmir. Biz təcrübəyə baxanda görürük ki, demək olar ki, İran bütün atdığı bütün raketlərin, bütün demək olar ki, imzaların arxasında dayanıb, heç bir zaman bunun arxasından qaçmayıb, hər zaman hara nə hücum edirsə açıq şəkildə bəyan edib. Bu dəfə isə İranın susqunluğu məndə belə bir qənaət yaradır ki, bu növbəti dəfə münasibətlərin gərginləşməsində, eskalasiyası üçün bir demək olar ki, informasiya mücadeləsidir. Bu yaxınlarda, daha doğrusu bugün Almaniyanın baş naziri Merzin bir açıklaması mənim qarşıma çıxdı. Əslində mən onu hazırlamışdım, sizin üçün oxuyacaqdım, amma indi tapa bilmədim onu, yəni gözümdən qaçdı, tapa bilmədim. Hansı səhifə paylaşmışdı, adını unutdum, ona görə tapa bilmədim. Amma ümumi açıqlama bundan ibarətdir ki, Almaniya baş naziri Friedrich Merz İranın çox mahir danışıqlar apardığını etiraf edir və bundan əvvəl də İranın hərbi səviyyəsini o qiymətləndirmişdi, yüksək qiymətləndirmişdi. İndi isə görürük artıq Avropa ölkələri İranın diplomatiyasını da qəbul edirlər. Daha doğrusu İranın yüksək diplomatik münasibətlərin qurulmasına və diplomatiya üzərindən də öz ölkələrini müdafiə etmələrini etiraf etmək zorunda qalırlar. Bu sevindirici haldır ki, yavaş-yavaş artıq İranın gücü deməli etiraf edilir, tanınır, qəbul edilir. Bu Avropa ölkələrində xüsusən daha diqqət çəkir. Bütün sahələrdə bu barədə deməli müəyyən etiraflar görürük biz. Əziz izləyicilər, mən bu xəbərdən dolayı dediyim kimi İran bu xəbərləri təsdiqləmir. Dünən Birləşmiş Ərəb Əmirliyi ilə bağlı o yayılan hücum xəbərləri, güya yanğınlar baş verib, bəzi informasiya orqanlarında, nəşrlərdə qeyd olundu ki, güya deməli Birləşmiş Ərəb Əmirliyi ilə bu hücumlar zərərsizləşdirilib, bəziləri orada müəyyən partlayışların olması ilə bağlı iddialar səsləndirirlər, amma hər halda İran bunların heç birini təsdiqləmir, nə də ki bir mənalı belə bir hücumun etmədiyini demir. Yəni nə təsdiq edir, nə təkzib edir. Biz bu informasiyadan dolayı yeri gəlmişkən bu məsələyə də aydınlıq gətirmək istədik ki, daha doğrusu elə sizinlə birlikdə dedik bunu da bir araşdıraq, görək deməli son aylarda xüsusən 28 fevral tarixindən sonra belə bir məlumat dolaşır ki, mən bu məlumata çox tez-tez rast gəlirəm. Bəs İran əgər müsəlman ölkəsidirsə, İran İslam ölkəsidirsə, niyə müsəlman ölkələrinə, müsəlmanlara bomba yağdırır? Niyə Birləşmiş Ərəb Əmirliyinə, ondan sonra Qətərə, İordaniya, Bəhreynə və s. Körfəz ölkələrinə xüsusən, çünki bilirsiniz ki, 28 fevral tarixindən dərhal sonra İran İslam Respublikası təqribən 8-9 ölkəyə eyni zamanda raket hücumları etdi. Bu da deməli İranı əslində özünü müdafiə etdiyinə görə qınayan tərəfləri dilinə bir bəhanə kimi düşdü ki, İran əgər müsəlman ölkəsidirsə, nəyə görə müsəlman ölkələrini bombalayır? Əzizlər, mən bu mövzu ilə bağlı xüsusən Birləşmiş Ərəb Əmirliyi ilə bağlı
bizim şəhid imamımız, İslam İnqilabının ikinci rəhbəri Ayətullah Üzma Seyyid Əli Xamneyi cənablarının, şəhid imamımızın 2020-ci ildə səsləndirdiyi bir fikri mənim qarşıma çıxdı. Facebookda bizim dostlardan biri paylaşım edib. Mən elə deməli o fikri sizin üçün oxuyuram. Sonra bu ərəb ölkələri nə qədər müsəlmandır sualını birlikdə araşdıracağıq. Şəhid imamımız 1 sentyabr 2020-ci il tarixində səsləndirir. Bunu fərqli baxış səhifəsi yayıb. Bizim bu səhifəni işlədən şəxsən tanıdığımız dəyərli jurnalist dostlarımızdan biridir. Bildirir ki, bəli, onun paylaşımına görə şəhid imamımız 1 sentyabr 2020-ci il tarixində Birləşmiş Ərəb Əmirliyindən olan Siyonist casusları haqqında çıxışı zamanı bu cümlələri səsləndirir. Çünki bilirsiniz ki, xüsusən Birləşmiş Ərəb Əmirliyindən, Qətərdən, Yordaniyadan, Bəhreyndən və bəzi Körfəz ölkələrindən tez-tez İrana qarşı casusluq eləyən qruplar ifşa edilirdi. Yəqin ki, bu çıxışda həmən o ifşa prosesindən sonra deməli edilən çıxışlardan biridir. Təbii ki, bu casusluq İranın ziyanına, Siyonist rejiminin, işğalçı rejimin xeyrinə olan casusluqdan söhbət gedir. Şəhid imamımız buyururlar ki, Birləşmiş Ərəb Əmirlikləri nəinki İslam aləminə, ərəb xalqlarına, region ölkələrinə, həm də Fələstinə xəyanət etdi. Təbii ki, bu xəyanət uzun sürməyəcək, lakin bu rüsvayçı ləkə onların üzərində əbədi qalacaqdır. Əzizlər, görürsünüz ki, imamımızın, şəhid imamımızın Birləşmiş Ərəb Əmirliyi haqqında hələ 6 il bundan əvvəl səsləndirdiyi fikir indi necə də öz təsdiqini tapmış olur. Biz gəlin bu informasiyanı, bu daha doğrusu məlumatı diqqətcə çatdırdıq. İndi gəlin yavaş-yavaş deməli bu mövzunu araşdıraq ki, Birləşmiş Ərəb Əmirliyi nə qədər müsəlmandır. Əvvəla bir daha təkrarlayıram. Xüsusən mən Azərbaycan mediasında, YouTube səhifələrində və deməli televiziyalarında siyasi, ictimai proqramların deməli proqramlarda bu cümləyə daha çox rast gəlirəm ki, İran əslində ittiham olunur müsəlmanlarla savaş apardığına görə. Yəni bugün İrana işğalçı rejim, Epstein koalisiyası hücumlar edir, çoxsaylı hərbi rəhbərliyini, siyasi rəhbərliyini şəhid edib, hətta 174 körpə məsum qız uşağını həyatına son qoyub, məktəbi partladıb və bu kimi böyük bir cinayətlərə imza atan Epstein koalisiyasının heç bir günahı yoxdur. Burada sanki İran günahkar İrandır, çünki bu cür deməli hansı ki o İranın üstünə atılan bombalar Ərəb ölkələrindən atıldığına görə İran onlara cavab verir. Onları da həmən o Epstein koalisiyasının nöqtələrini zərərsizləşdirir. İndi deməli bir qrup cahil və yaxud da Azərbaycan dilli cühud ortaya çıxıb deyirlər ki, İran müsəlmanlarla niyə görə müharibə aparır, niyə görə müsəlmanların başına od yağdırır. Əzizlər, bir məsələ yadıma düşdü. Bu artıq əksəriyyətiniz bilirsiniz bu mövzunu. Bir lətifə kimidir. Bir nəfərin deyir, bir həyətində oğru gəlir, bəzi şeyləri aparır, oğurlayır onun bəzi əşyalarını. Qonşular da hamısı gəlib yığışırlar. Qonşulardan biri deyir ki, sən qapını niyə açıq qoymuşdun? Biri deyir ki, sən o, məsəl üçün, nəyisə aparıblar da, onu niyə göz qabağında qoymuşdun? Biri deyir ki, niyə onu kilitləməmişdin? Biri deyir ki, niyə it saxlamırsan? Biri deyir, niyə 2 dənə it saxlamırsan? Bu cür elə başlayırlar ki, bu malı oğurlanan adamı tənqid eləməyə, qınamağa daha doğrusu, qınamağa ki, sən niyə belə elədin və gəliblər sən əmlakı oğurlayıblar və
Bir nəfər də müdrik şəxslərdən biri olur. O da elə orada oturur. Bu cəmaatın, qonşuların bu oğurluq hadisəsinə münasibətini izləyəndən sonra deyir ki, ay cəmaat bir dəqiqə dayanın. Axı bu qədər bu adamı, bu qonşunu qınayırsınız. Heç fikirləşmirsiniz bu oğrunun günahı vardı, yoxdur. Elə siz elə danışdınız, elə bir oğru məsum imiş, heç bir günahı yoxmuş. Bütün günahlar elə bu malı oğurlananda imiş. İndi Azərbaycan mediası Azərbaycanda Azərbaycan dilli cuhudların daha doğrusu mediası, Azərbaycan hakimiyyəti məsələni elə təqdim eləyir ki, İranın heç bir, üzr istəyirəm, işğalçı rejimin Epstein koalisiyasının heç bir günahı yoxmuş. Bütün günahlar İrandaymış. İran nə edib? İran öz deməli neftini özü istədiyi kimi satmaq istəyir. İran öz ölkəsində özü suveren hüquqlarını deməli özü qoruyur və özü vermək istəyir. Bütün dünyada artıq bir neçə ölkə istisna olmaqla ki, onlar da deməli imperialist ideya ilə davam eləyirlər, yaşayırlar. Onlardan başqa demək olar ki, əksəriyyət suveren hüquq ancaq suverenlik ancaq kağız üzərində qalıb. Heç birinin suveren haqqı yoxdur, hüququ yoxdur. İran amma bunu deməli ağır qurbanlar hesabına, ağır deməli içkilər hesabına bu suveren hüququnu qoruyub saxlayır və Azərbaycan kimi ölkələrdə ölkədə rejimə qarşı hər hansı bir tənqidi fikir səsləndirməyə cəsarəti olmayan adamlar və yaxud da rejimə qarşı ortada məlumdur da Azərbaycanın xalqının vəziyyəti. İndi bugün o mövzulardan birinə də müraciət eləyəcək, boşanmaylarla bağlı. Bu qədər problemlər haqqında bir cümlə belə deməyə cəsarət etməyən, hətta nəinki efirlərdə, gecə yatanda yorğanı başına çəkib, o yorğanın altında Azərbaycanda vəziyyət dəhşətdir, Azərbaycan uçurumdadır. Bu cümləni belə yorğanın altında deyə bilməyən adam, pıçıldaya bilməyən adam durub İranı ittiham eləyir ki, sən demə İran günah İrandaymış, İran niyə zənginləşdirilmiş uranı niyə Amerikaya vermir? İran niyə neftini Amerikanın istədiyi kimi satmır? İran niyə deməli İranın sərhədlərini Epstein koalisiyasının üzünə açmır? İran niyə deməli gənclərin gələcəyi ilə ciddi maraqlanır, gənclər üçün ciddi normal bir dövlət qurub yaradır? Niyə bunu eləyir? Bax, budur ittiham eləyir. İndi də elə İran niyə ərəb ölkələrinə, müsəlman ölkələrinə atəş açır, müsəlman ölkələrini vurur. Əzizlər, zəhmət olmasa bəyənmələri artırın, xahiş olunur, bəyənmələrə diqqət eləyin. Cavid Cabbarlı YouTube kanalını əgər deməli abunə olmamısınızsa abunə olun. Mən qoşulanları da salamlayıram. Burada Salih ağa əleyhissalam deyirəm. Sonra Bedir Mikailov deməli o da əleyhissalam deyirəm və digər canucar istifadəçisi bu Azərbaycandan yazdığını bildirir. Biz də bütün deməli həm Azərbaycanın bütün kəndlərini, rayonlarını və bütün məsum insanlarını, zəhmətkeş insanlarını salamlayırıq və eyni zamanda həm də xaricdə yaşayan Azərbaycanlılara öz səmimi sevgimizi və salamlarımızı çatdırırıq. Zəhmət olmasa bəyənmələrin sayını artırın əzizlər. Bəli, əziz izləyicilər, demək istəyirəm ki, əvvəlcə gəlin baxaq görək bu Birləşmiş Ərəb Əmirliyi haqqında birinci ümumi onun haqqında bir neçə cümlə deyək. Birləşmiş Ərəb Əmirliyi bilirsiniz ki 18-19-cu ildə İngiltərənin müstəmləkəsi olub və təqribən 1968-ci ildə deməli İngiltərə öz qoşunlarını oradan çıxardandan sonra 72-ci il
təqribən 6 orada 6 əmirliyin birləşməsi nəticəsində bir ölkə formalaşır və müstəqillik tarixi 1972-ci ildən başlayır. Təqribən 50 ildən biraz çox ömrü var. Bunun müstəqillik tarixi var. Əsas şəhərləri Abu Dhabi və Dubaydır. Bunlar əslində 6 əmirlikdən ibarət idi. Sonra birləşdilər. Abu Dhabi bunların əsasən Birləşmiş Ərəb Əmirliyinin əsasən siyasi paytaxtı hesab olunur. Dubai isə ümumi turist şəhəridir və bunlara həm də deməli bu Dubaya qum üzərində qurulmuş cənnətdə deyirlər. Çünki bu 50 il ərzində 79-cu ildən sonra bu Dubayda, Abu Dhabidə və digər əmirliklərdə ümumilikdə Birləşmiş Ərəb Əmirliyində deməli müxtəlif işlər gördülər və demək olar ki, dünyanın iqtisadiyyat mərkəzinə, ticarət daha doğrusu mərkəzinə çevrildi. Bir faktı mən sizə deyim ki, Birləşmiş Ərəb Əmirliyinin ən böyük şəhəri Dubay şəhəri hesab olunur və statistik məlumatlara görə təqribən 3,5 milyon əhalisi var. Yəni 3 milyon yarım əhalisi var və maraqlı bir mövzu bundan ibarətdir ki, Dubay şəhərinin təqribən 10% yerli əhalidən ibarətdir. Bu da hardasa 300-350 min arası orada yerli ərəblər yaşayırlar. Qalanlar isə əlbəttə ki, dünyanın bir çox ölkələrindən ora gəlib deməli orada yaşayan insanlardılar. Yəni biz bunu bir turist şəhəri turist şəhəri kimi yox, elə turist şəhəridir və demək olar ki, dünyada belə bir şəhər yoxdur ki, onun əhalisinin 10% cəmi yerli cəmaət olsun. Qalanı isə təqribən 85-90% isə müxtəlif yerlərdən gələn və qeyri müsəlmanlar, hətta orada xristianların, kilsələri, yəhudilərin sinagogları və s. də çox sərbəst formada deməli fəaliyyət göstərirlər və bu şəhərlər haqqında həm Abu Dhabi, həm Dubay haqqında mən düşünürəm ki, cəmiyyətdə kifayət qədər məlumat var və bu şəhərlərin hansı ölkələr tərəfindən dəstəklənməsi və bu ölkələrdə, bu şəhərlərdə əsasən nə işlərin görülməsi və həm də eyni zamanda onu da deyim ki, Dubay dünyada ən bahalı şəhərlərdən hesab olunur. Orada daşınmaz əmlakın qiyməti olduqca yüksəkdir və bu 28 fevral tarixindən sonra deməli diqqət çəkən statistikadan da biri Dubayda sürətlə daşınmaz əmlakın qiymət itirimi ilə bağlı olan məlumatlar idi. Bunlar əlbəttə ki, işğalçı rejimin Epstein koalisiyasının yaratdığı, 50 ildə yaratdığı, ortaya qoyduğu bir güya dünyada güvənli şəhər kimi təqdim edilirdi və bu 28 fevral tarixindən sonra əslində məlum oldu ki, sən demə bunların heç biri güvənli şəhər deyilmiş və bu məsələlər hamısı deməli batil kimi köpükdən ibarət bir şeymiş. İranın bir neçə dron zərbəsi ilə dünyanın hesab etdiyi güvənli şəhər yerlə bir oldu, yerlə yeksan oldu. Bu məsələnin bir tərəfi. Bizim əsas sual qoyduğumuz suala gəldikdə isə Ərəb ölkələri nə qədər müsəlmandır. Əzizlər, biz gəlin ümumi Ərəb ölkələrinin sayına baxaq. Təqribən 22-23 Ərəb ölkəsi var və 450 milyonlu ümumilikdə Ərəb millətinin nüfuzudur. Bu az qala deməli Avropa xalqlarının sayına bərabərdir. Amma bu 450 milyonluq Ərəb nüfuzu, Ərəb xalqları
demək olar ki, Epstein koalisiyasının nökərinə çevrilib. Bunlardan ən böyüyü, yəni ərəb ölkələrindən ən böyüyü Misirdir. 105 milyon əhaliyə malik olan Misirin indiki vəziyyətini biz görürük. Bu ölkə deməli təqribən 10 milyonluq yeni yaranmış bir deməli əsası olmadan qəçbişar işğalçı rejiminin əlində necə oyuncaq olduğunu biz açıq şəkildə görürük. Sonra Səudiyyə Ərəbistanı 36 milyonluq təqribən Səudiyyə Ərəbistanı var və burada biz istisna eləyə bilərik, zəfər eləmirəm, 39 milyonluq. Biz burada bu ərəb ölkələrinin içindən Yəməni nisbətən istisna eləyə bilərik və Fələstinin də bir hissəsini, Livanın az bir hissəsini. Bu üç ölkədə bir hissədə, o da tam yox nisbətən, çünki Yəməndə Husilər olan tərəf düzdür, deməli Yəmənin paytaxtı Sənada və onun ətrafında insanların sıx yaşadığı yerlərdə əsasən Husilər rəhbərlik eləyir, Husilərin əlindədir və bunlar Epstein koalisiyası ilə əslində layiqli mücadilə aparırlar. Biz xüsusən 2014-cü ildə bunlar ki hakimiyyəti nisbətən ələ alıblar. Ondan sonra Epstein koalisiyasına yaşatdıkları ağrı acını biz görürük. Xüsusən Bab-el-Məndəb üzərindən Qırmızı dənizdə deməli bu Qərb koalisiyasının, Epstein koalisiyasının Qərb blokunun orada üzləşdiyi çətinliklər ortadadır. Sonra Fələstində, bunda Qəzza hissəsində Həmas deməli deyilən ərazidə, Həmas təşkilatının daha doğrusu nəzarət etdiyi ərazidə təqribən 3 milyon, 2 milyon yarım, 3 milyon bir ərəbin dirənişini müşahidə edirik və eyni zamanda say baxımından təqribən elə o qədər də Livanın cənubunda Hizbullahın olduğu əraziləri biz nəzərdə tuturuq. Onlar istisna olmaqla indi siz gəlin görün, deməli ərəb ölkələri hansı müsəlman kimi davranır. Əzizlər, burada mən bir məsələni də ayırmaq istəyirəm. Əvvəla deməli biz həmişə burada danışanda, siyasi mövqe bildirəndə xüsusi qeyd edirik ki, biz əsasən xalqları nəzərdə tutmuruq. Məsələn, biz Misir deyəndə və yaxud da İordaniya deyəndə, Qətər deyəndə və başqa ərəb ölkələrini deyəndə o üç hissədir ki, mən Yəmən, Fələstin və Livanın cənub hissəsini ayırdım. Bura biz İraqı da əlavə eləyə bilərik. İraqın da əsasən bir hissəsini də dirəniş etdiyini biz müşahidə eləyirik. Təqribən bunlar ərəb ölkələri deyəndə, ərəb ölkələrinin müsəlmanlığını deyəndə biz bunları istisna eləyirik. Çünki bunlar haqq mübarizəsinə qoşulurlar. Epstein koalisiyasının demək olar ki, heç bir halda bu Epstein, əxlaqsız Epstein koalisiyasına boyun əymirlər. Öz mübarizələrini ləyaqətlə davam etdirirlər və ümid eləyirik ki, bu müqavimətin sonu inşallah İslam deməli ordusunun böyük və mütləq qələbəsi ilə yekunlaşacaq. Baxın, hansı ki, məsəl üçün bugün deməli bəzi ekspertlər elə Azərbaycan mediasından səslənirlər ki, İran müsəlmanlarla savaşır. Kimlərə müsəlman deyir? Həmən Birləşmiş Ərəb Əmirliyinə, Qətərə, İordaniya, Misrə, düzdür Misrə atmadı, amma ümumi deyək biz bura, Səudiyyə Ərəbistanına xüsusən, Bəhreynə, bu ölkələrə əslində deməli bu ölkələri nəzərdə tuturlar, deyirlər ki, İran bunlara qarşı deməli müsəlmanlara qarşı əslində savaşır. İndi gəlin görək biz müsəlmanların ümumi problemləri haqqında danışanda və Quran məntiqinə də biraz istinad eləsək, onda özümüz sonra baxaq qərar çıxardaq ki, İran həqiqətən müsəlmanlarla savaşır, yoxsa
İran müsəlmanları üçün savaşır. Bu mövzunu biz dəqiqləşdirməliyik. Əslində bir çox zərif bir dənə xətt var burada. İran müsəlmanlar üçün savaşır. Nəinki müsəlmanlarla savaşır. O insanlar ki, onlar adlarını müsəlman qoyublar. Bu, məsələn, Birləşmiş Ərəb Əmirliyində, Səudiyyədə və Qətərdə və digər adlarını çəkdiyim ölkələrdə bunların rəhbərləri hamısı birmənalı olaraq Epstein koalisiyasının və Amerika Birləşmiş Ştatlarının prezidentinin qeyd-şərtsiz nökərləridirlər. Qeyd-şərtsiz onlara mütləq itaət edən şəxslərdirlər. Biz dövrü mətbuatda zaman-zaman deməli bu ölkələrlə Qərb koalisiyasının arasında olan münasibətləri, bunların arasında olan müqavilələri, müəyyən imzalanmış sənədləri araşdıranda baxırıq, gördük ki, bəli, əslində həqiqətən deməli Qərb koalisiyası, xüsusən Amerika Birləşmiş Ştatları bu ölkələrdən sağmal inək kimi istifadə edir. Necə ki, bir neçə il bundan əvvəl şəhid imamımız Ayətullah Lüzma Seyyid Əli Xamneyi Həzrətləri, Allah ruhum bizim üçün duaçı qərar versin, bu barədə çox gözəl demişdi ki, bəs Amerika Səudi Ərəbistanını sağmal inək kimi münasibət göstərir. Təbii ki, onun o sütü quruyandan sonra, belə deyirlər, sütü qurumaq, yəni o süt verməyi kəsiləndən sonra, süt verməyəndən sonra da necə ki, heyvanı kəsirlər, ətliyə verirlər. Deməli, ABŞ-da Səudi Ərəbistandan elə münasibət göstərəcək deyə bir tarixi fikir səsləndirmişdi. Əzizlər, bu adlarını saydığımız ərəb ölkələri İslam dünyasının böyük bir probleminə çevrilən Fələstin mövzusunda 48-ci ildən başlayaraq deməli öldürülən, işğala məruz qalan, torpaqları qəsb edilən, yurdundan qovulan Fələstinlilərə qarşı bu ərəb ölkələrinin münasibəti necə olub? Və eyni zamanda işğalçı İsrail rejiminə qarşı münasibətləri necə olub? Müsəlman olmaq, mən bir haşiyə kimi qeyd edeyim ki, müsəlman olmaq iki cür müsəlman olur insan, yəni şəri cəhətdən. Bir var, müsəlman olur atadan, anadan. Əgər bir uşağın atası ya anası, valideynləri müsəlmandırsa və yaxud da valideynlərdən biri müsəlmandırsa, o uşaq müsəlman sayılır. Bu müsəlmançılığın bir qaydasıdır. Artıq o uşaq hətta böyüyəndə də 15 yaşı oğlandırsa, tamam olandan sonra hətta belə hər hansı bir müsəlman qanunlarına əməl etməsə də, namazı, orucu, ibadəti bunlar olmasa da, yenə də o müsəlman sayılır. O vaxta qədər ki, o müsəlmançılığından imtina etməyib. Yəni, ola bilər, məsələn, bir uşağın valideyni müsəlmandır, sonra böyüyəndən sonra deyir, yox, artıq mən müsəlman deyiləm, ya məsələn, başqa bir səmavi dini qəbul edir və yaxud da qeyri-səmavi dinlərdən birini qəbul edir, o artıq mürtəd sayılır, o başqa bir mövzudur. Amma hər halda müsəlmançılığın bir şərti bundan ibarətdir. İkinci şərtdə deməli, insan özü araşdırır, özü maraqlanır, özü təhqiq edir və İslam dininin həqiqi din olduğunu qəbul edir və beləliklə o müsəlman dinini seçir. Deyir, mən İslam dinini seçirəm, mən müsəlmançılığı qəbul edirəm. Bir də var bu cür qəbul etmə. Əslində, hər halda İslam və Quran məntiqi bu cür qəbul etməni təqdir eləyir. Biz bir addım irəliyik, yəni müsəlman ailələrində doğulmaqla bir addım irəlidə olmağımıza baxmayaraq, biz yenə də düşüncə olaraq, fikir olaraq, yəni sərbəst formada biz bunu qəbul eləməliyik. Yəni də atamız müsəlmandır, mən də müsəlmanam, bu yanaşma olmamalıdır. Demək istəyirəm ki, ərəb ölkələrində olan müsəlmanların böyük əksəriyyəti coğrafi müsəlmanlıqdır. Yəni, bu birinci kateqoriya biz şərti olaraq coğrafi müsəlman adını da verə bilərik. Coğrafi müsəlmançılıqdır. Yəni, mən
müsəlman ailəsində doğuluram, müsəlman ailəsində böyüyürəm, müsəlman adətlərini özümdən asılı olmayaraq öyrənirəm və istər-istəməz məndə bir deməli təəssübkeşlik yaranır. Necə ki, məsələn, hər bir insan özünün kəndinə, özünün rayonuna, yaşadığı, böyüdüyü əraziyə, yaşayış məskəninə qarşı bir təəssübkeşliyi var. İstər-istəməz, hətta oranı sevməsə də belə, oradan pis xatirələri olmuş olsa da belə, yenə də öz doğulub böyüdüyü yerə biraz təəssübkeşlik göstərir. Bu, hər bir insanda sanki bir fitri bir vəziyyət, fitri bir deməli hadisə kimi qəbul edilir. Ərəb ölkələrində müsəlmançılıq sanki bax buna bənzəyir ki, fitri bir deməli hadisə kimi, necə bir insan, məsəl üçün, xristiyan dünyasında dünyaya gələn adam deyir ki, mən xristiyanam, mən Həzrəti İsa'nı qəbul edirəm və ondan sonra heç sonuncu peyğəmbəri qəbul etməyəcəm və o xristiyan ölkəsində doğulduğuna görə, valideynlərinin xristiyan olduğuna görə o iddia deməli təəssübkeşlik eləyir, İslamın həqiqətini bilsə də qəbul eləmir. Bir müsəlman da əgər düşüncə olmadan, sadəcə orada doğulduğuna görə, müsəlmanların arasında dünyaya gəldiyinə görə, əgər o da İslama o cür münasibət göstərirsə, o cür baxırsa, onun baxışı böyük yanlışdır və onun iman məsələsində böyük deməli zəifliyə və böyük belə deyək də uğursuzluğa düşə biləcəyini demək olar. Müsəlman ərəb ölkələrində bu mövzuda öz aktuallığını qoruyub saxlayır və əlqərəz deməli saydığımız, dediyimiz bu ölkələr təqribən 450 milyonluq bir ərəb dünyasının bəs Fələstin məsələsində nə qədər bunların reaksiyası oldu? 2006-cı il hadisələri, Hizbullah ilə İsrail arasında olan 33 günlük savaşda demək olar ki, indi biz müsəlmanıq, müsəlman ölkəsi, İran müsəlman ölkəsi ilə dava eləyir, İran müsəlman ölkələrinin başına bomba yağdırır deyənlərin demək olar ki, əksəriyyəti İsraili müdafiə etdi. 2023-cü il İsrail deməli 48-ci ildə orada Fələstinlilərə qan uddururdu. Fələstinliləri evindən, eşiyindən didərgin salmışdı. Fələstinlilərin orada deməli sıxışdırmışdı. Onlar ən ibtidai hüquqlardan belə məhrum edilmişdilər. Və bilirsiniz də bu söz-söhbət də xüsusən deməli Azərbaycanda böyük bir propagandaya çevrilmişdi ki, sən demə Fələstin Qarabağ müharibəsində Ermənistanın tərəfində olub. Yasir Ərafatın bəzi deməli danışıqlarına özləri bildikləri kimi tərcümə verib, heç adam o cür danışmayıb, tərcümə verib müəyyən propagandalar aparırdılar ki, güya burada Fələstin xalqı ermənilərin yanında olub. Amma da bilmirlər ki, Fələstin erməninin yanında necə ola bilər ki, özü İsrailin tərkibində muxtariyyətə sahibdir. Nə özünün pul vahidi var, nə ordusu var, nə ondan sonra heç bir şeydə dövlətə aid olan dövlət deyil ki. Yəni bunlar hələ anlamırdılar ki, yəni bu propagandanı aparanlar, təbii ki, bəziləri o Azərbaycan dilli cühudlardır, amma Azərbaycan, bizim tanıdığımız Azərbaycanlılar da bu propagandaya qoşulurdu. Biz dəfələrlə bu mövzuları deməli izah eləməyə çalışırdıq ki, arkadaşlar, bu Fələstinin özünün nə ordusu var, nə bir dövlət strukturları var. Yəni, heç bir dövlət strukturu yoxdur bunların. Bu necə Ermənistana kömək eləməlidir, eləyə bilir və necə Azərbaycana kömək eləməlidir və s. Bu mövzulara da bir təkrar qayıtmaq istəmirik. Sadəcə mən demək istəyirəm ki, Fələstin mövzusunda bu ərəb ölkələri nə qədər müsəlman olduqlarını göstərdilər. Bunlar müsəlmançılığı nə qədər müdafiə elədilər. Digər bir məsələ, mən xatırlayıram 2005-ci ildə idi, bəli, Danimarkada İslam Peyğəmbərinin karikaturası çəkildi və bu müsəlman olan ölkələrin birindən səs çıxmadı.
ki, etiraz eləsinlər, Peyğəmbəri niyə təhqir eləyirsiniz? 88-87-ci illərdə Salman Rüşdü adlı bir məlun İslam Peyğəmbərini təhqir elədi və bu Amerikanın himayəsi altında bu təhqiramiz davranışlarını elədi. Bütün dünyada deməli, əziz İslam Peyğəmbərini təhqir elədi. Şeytan Ayələri adlı deməli kitab yazdı. Şeytan Ayələri kitabı o dövrlərdə dünyada ən populyar bir kitab idi. Kitaba çevrildi və həmən kitabda İslam Peyğəmbəri və İslam dini təhqir olunurdu. Adını saydığımız bu müsəlman ölkələrinin hansı buna etiraz elədi? Gördünüz siz etiraz eləyəndə. Bir dənə fakt qoyun ortaya ki, bəli, Salman Rüşdünün Şeytan Ayələri kitabına filan ərəb ölkəsi etiraz eləyib. Çünki eləyə də bilməzlər. Onların ipi hamısı Amerikanın əlindədir. İslamı təhqir elətdirən də Amerikadır. Amerika İslamı bir tərəfdən təhqir elətdirir, bir tərəfdən də bunlardan o təhqir elətdirməyinə görə bunlardan pulu alır. Siz elə yaxında bir neçə ay bundan əvvəl gördünüz neçə milyardlar deməli ərəb ölkələrindən gəldilər, aldılar. Təkcə deməli Səudi Ərəbistandan 600 milyard dollar pul qopartdı. Təqribən keçən ilin axır aylarında. Nümunələr çoxdur. Biz çoxlu nümunələr göstərə bilərik, təqdim eləyə bilərik ki, deməli, böyüklikdə, böyük həcmdə İslam dini ilə bağlı, müsəlmançılıq ilə bağlı, Quranın əsas atributları, daha doğrusu İslamın əsas atributları var da. Biz İslam deyəndə nə nəzərdə tuturuq? İslam deyəndə onun birinci müqəddəsi Allahdır. İkinci gəlir Peyğəmbər, ondan sonra gəlir Quran, sonra gəlir deməli Kəbə. Bunların ardıcıllıqlarını aşağı yuxarı dəyişdirə bilərik. Bu İslam deyəndə biz bunları nəzərdə tuturuq. Baxın, İslam təhqir olundu Salman Rüşdünün qələmi ilə. Peyğəmbər təhqir olundu, Allah təhqir olundu. Bir dənə ərəb ölkəsinin səsi çıxmadı. 48-ci ildən may ayından Fələstin xalqı hansı vəziyyətdədir? Bir neçə gün bundan əvvəl deməli, hələ ərəbdilər də, onlar da ərəbdilər. Etiqadları belə eynidir də. Fələstin xalqı, hətta mən sizə deyim ki, Fələstin xalqı etiqad baxımından da sünnidirlər. Onlar heç şiə də deyirlər. Ərəb, Fələstin xalqı ərəbdir. Fələstin xalqı etiqadı baxımından sünnidir. Amma həm ərəb olan, həm sünni olan, hələ Qur'anın möminlər qardaşdır deməli tezisini biz qoyuruq kənara. Axı bunlar ərəbdilər, axı bunlar sünnidirlər. Sən niyə bir dənə işğalçı, rejim, Yahudi gəlir ki, Quranda bunun haqqında nələr var? Gəlir sünnini və deməli ərəbi öldürür, evində onu doğrayır, uşağını öldürür, ailəsini zorlayır. Biz də deyirik ki, yox, biz buna heç nə deyə bilmərik. Çünki elə burada günah Fələstindədir. Çünki belə dedilər də, 7 oktyabr 23-cü il tarixdə ağdı göysəklər çıxdılar, dedilər ki, axı İsrailə güc çatmamağı bilirdilər ki, Fələstinin Qəzzalıların İsrailə gücü çatmayacaq. Niyə görə onlara hücum eləyirdilər? Qardaş, bu işğalçı rejim gəlib oturub Fələstinin Qəzzanın düz ortasında. İstədiyini eləyir. Bu adam burada öz haqqını tələb eləməsin. Və yaxşı, sən ərəbsən axı, sən müsəlmansan axı. İndi nə oldu İran başı iki dənə bomba atan kimi həşir salırsan ki, aydad İran müsəlmanları qırdı. Və orada qırılanlar müsəlman deyildi. Digər tərəfdən Qurana qarşı hörmətsizliyi ilə bağlı. Qurana qarşı görürsünüz, dünyanın müxtəlif yerlərində ara sıra müəyyən nəbz yoxlamaq üçün, müəyyən başqa digər səbəblərə görə görsən Quran yandırılır.
Bu adlarını saydığımız, sadaladığımız ölkələrdən xalqlar ola bilər. Bəzi xalqlar çıxsınlar, bəzi fərdlər etirazlar eləsinlər, onları biz qoyuruq qırağa. Hökumət olaraq adlarını saydığımız ölkələr hökumət olaraq nə vaxt Quranın müdafiəsinə qalxıblar, deyiblər ki, məsələn, İsveçrədə, Danimarkada, müxtəlif Avropa ölkələrində Quran yandırılır. Siz niyə imkan verirsiniz sizin ölkələrdə Allahın müqəddəs kitabı yandırıldı? Yenə də İran bəyanat verdi. Açın, baxın da, oxuyun da, tarixi oxuyun. Bunlar tarix dövrəsində müasir dövrümüzün hadisələridir. Açın, izləyin, dövrü mətbuatı heç olmasa baxın, heç olmasa bir dənə axtarış verin, deməli, müəyyən axtarış saytlarında. Baxın, görün ki, bunları kim müdafiə edir? Digər tərəfdən, dediyim kimi, İslamın əsas atributlarından biri də nədir? Məkkədir, Kəbədir. İllərdir Kəbədə Vəhabilər, Səudi Ərəbistanda onlar nə oyunlar çıxardırlar. Əslində onlar orada Kəbənə konsert vermək, ondan sonra Kəbənin örtüyünü Epstein'in əyərinin altına sərənlər İran idi, elə bu Səudi Ərəbistan idi də, Dubay'dı da. İndi bunlar nə oldu? Bir dənə bomba, İran tərəfindən bomba bunların başına düşən kimi hayküy başladı. Nə oldu? Qorxudan bilmirsiniz, hara girəsiniz. Bax, əsl İslam elə İrandır da. Görürsünüz, Peyğəmbər, Allah təhqir olunur dünyada, İran çıxır ortaya. Müsəlmanlar əzilir Fələstində, İran çıxır ortaya. Kəbə evinə hörmətsizlik olur, İran çıxır ortaya. Dünyanın harasında İslam'a bir dənə barmaq ucu göstərilir, bir dənə xəyanət gözü ilə baxılır, İran çıxır tez, o gözü ovur, tökür yerə. İndi deyin görün, əsl müsəlman kimdir? İndi deyin görün, İran müsəlmanlara bomba atır, yoxsa müsəlman timsalında olan, müsəlman deməli formasında olan iblislərlə savaşır. Biz həm də onu göstərdik ki, Dubay, Əbu Dabi, ümumiyyətlə bu Birləşmiş Ərəb Əmirliyinin say baxımından nə qədər müsəlman olduğunu da əvvəlcə faktlarla dedik də, bunlar dünyanın müxtəlif yerlərində pullu, paralı olan adamlar gətirib yığıblar ora, gəlin siz burada yaşamalısınız. Daşınmaz əmlakın milyonlarla dəyəri olan daşınmaz əmlakı məsələn, orada onlara sahibdilər. Burada bir qum üzərindən bir saxta cənnət düzəltmişdilər. Onun da müddəti bitdi, 50 il tamam oldu. Yavaş-yavaş da o, bunların qurduğu cənnətin də yer üzərindən silinəcəyini göstərməlidir də. Nə qədər belə hadisələr olub? Tarixdə baxın, nə qədər belə şahlar, fironlar özləri üçün cənnət qurublar, əbədi qalıb olar. 10 il, 30 il, 40 il, 50 il, 100 il. Ondan sonra onlar hamısı köpük kimi yoxa çıxıblar. İndi bax, Epstein koalisiyasının Dubay bir dənə dünyada yaratdığı cənnət modeli idi. Onun da zamanı bitdi, zamanı bitir və Allah İranın əli ilə bu əxlaqsız tayfanın qurduğu cənnəti dağıdır. Xoş olsun İranın halına. Allah Quranda deyir ki, siz kafirlərlə, müşriklərlə savaşın, biz də sizin vasitənizlə onların burnunu yerə sürtək. Təqribən ayənin məzmunu belədir. Xoş olsun o qeyrətli, izzətli, fədakar, təqvalı İran xalqının halına ki, Allah bu gün 21-ci əsrdə Allah düşmənlərinin burnunu İran xalqının vasitəsilə əzir. Dövrümüzün yezidlərinin, fironlarının dişini İran xalqının yumruğu ilə sındırır. Bəs bu böyük iftixardır, böyük şərəfdir və əlbəttə ki, bu cür iblis sifətlər, bu iblis balaları da bu mövqeydə dayanmalıdırlar, müxtəlif yalan məlumatlar verməlidirlər və deməlidirlər ki, İran müsəlmanlarla savaşır. Sən demə bu Dubayda, Əbu Dabidə və adlarını saydığımız ərəb ölkələrində hər şey 4-4 imiş, bunlar mələk imişlər. Bunların heç bir günahı yox imiş. 105 milyon
110 milyon arası təqribən Misirin dünyanın ən qədim dövlətçilik ənənəsi olan bir ölkə elə bir yoxdur. İslamın başına nə gəldi, nə getdi, nə oldu, heç elə bir yoxdur. Yoxa çıxıb. O boşda tarixi ənənəsi olan, o boşda əhalisi, ərazisi olan, Süveyş kanalı kimi əsas dünya iqtisadiyyatının əsas bir elementinə sahiblik eləyən bir ölkə elə bil yoxdur. İslamın başına nə oyun açırlar, Kəbədə nə oyunlar çıxardırlar. Allahın evidir də, nə qədər hörmətsizliklər olunur. Bir dəfə görmürsünüz Misir bir dənə nəyisə etiraz eləsin. Niyə? Çünki Misirin başında duran, hakimiyyətdə olan adam, onun yüyəni, onun nuxtası Epstein koalisiyasının əlindədir. Xalqa arxalanmırlar. Xalq eyni gündədir. Elə Misirdə də, digər ərəb ölkələrində də, Türkiyədə də, Azərbaycanda da, bu da xalqın məzlumdur, məzlum gündədir və heç bir günahı yoxdur anlamına deyil. Bəli, məzlum gündədir. Amma günahın böyük əksəriyyəti də elə xalqın öz üzərindədir. Çünki xalqın susqunluğu vəziyyətin bu yerə gətirib çıxardıb. Xalq gərək susqunluğu göstərməyə, hər yerdə olsun. Xalq gərək bütün ərəb ölkələri, necə ki Avropada biz görürük, Avropa ölkələrini deməli İslam, qeyri-müsəlman ölkələridirlər və onlar durub deyirlər ki, biz İranı müdafiə edirik, İran xalqı haqq uğrunda mübarizə aparır. Görün, bir dənə ərəb ölkəsində İranı dəstəkləyən bir dənə aksiya keçirilir, bir dənə tədbir var. İranı buraxdıq, Fələstini müdafiə edən bir dənə tədbir keçirilir. Avropa ölkələrində, əsas paytaxt şəhərlərdə demək olar ki, hər həftə Fələstini, Qəzzanı müdafiə edən aksiyalar keçirilir. 1000, 5000, 10.000 iştirakçı ilə. Baxın da, yenə də mediaya baxın, hamısını işıqlandırırlar. Amma gör, ərəb ölkələrində, hansı ki bugün İran həmən ölkələrdə Epstein koalisiyasının bazılarını darmadağın elədi. Epstein maraqlarını ölkələrdən uzaqlaşdırıb çıxartdı. O ölkələrdə görün, bir dənə Qəzzanı müdafiə edən, Quranı müdafiə edən, İslamı müdafiə edən, hələ Əhl-i-Beyt məktəbini qoyuram qırağa. Bu siz Qurandan danışmırsınız. Demirsiniz Peyğəmbər bizim əziz Peyğəmbərimizdir. Peyğəmbər bugün təhqir olunur. Demirsiniz Kəbə bizim qibləmizdir. Kəbədə lüt əxlaqsızlar gətirilib konsert verilir. Kəbənin örtüyü gedib əxlaqsız Epsteynin ayaqlarının altına sərilir. Hələ bu Əhl-i-Beyti uzadı, bunları qoyaq qırağa. Hələ bu birincidən siz necə müsəlmansınız? Necə namaz qılırsınız? Səssiz çıxartmırsınız. Və bu sizin etməli olduğunuz şeyləri İran eləyir, sinəsini qabağa verib bu işləri görür və siz ona da mane olursunuz, adına min cür deməli böhtan atırsınız, şər atırsınız. Əzizlər, mən canlını yekunlaşdırmaq istəyirəm, çox təşəkkür edirəm. Xüsusən izləyicilərdən qoşuldunuz, bəziləri də yorum yazdılar. Və mən söz verdiyim kimi ikinci mövzu haqqında danışmağa vaxt tapa bilmədim. Birinci mövzu biraz uzun oldu, amma ikinci mövzunu biz gündəmə gətirəcəyik, çünki o gecişən mövzu deyil. Ümid edirəm ki, sabah və yaxud da yaxın günlərdə Azərbaycanda boşanmalarla bağlı biz bu mövzunu danışacağıq. Düzdür, bu mövzu haqqında ilk dəfə danışmırıq. Biz bu mövzunu dəfələrlə gündəmə gətirmişik, bu mövzunu qonşu ölkələrlə müqayisəli şəkildə təhlil etmişik. Yenə də biz bu mövzunu yaxın günlərdə, çox güman ki, sabah bu mövzuya qayıdacağıq. Mən hər bir də təşəkkür edirəm və inşallah ümid edirəm ki, tezliklə müsəlman xalqı ayılacaq və tezliklə müsəlman xalqı Allahın itayətinə girəcək. Müsəlman xalqı Allahın əksəriyyət təbii ki, Allahın itayətində deyil. Ona görə də bugün İslam dünyasında baş verən proseslər müsəlman xalqının Allahın itayətində olmamasına görədir. Allah bizə inşallah bu itayəti nəsib eləsin.
və İslam düşmənlərini tezliklə başda Epstein koalisiyası olmaqla zəlil məhv nabud eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah amanla.